Konumuz Azərbaycanın coğrafi mövqeyidir. Azərbaycanın coğrafi mövqeyi haqqında dərslə sizin qarşınızdayım. Deməli, Azərbaycanın coğrafi mövqeyi haqqında Azərbaycan relyefi və endogen eksogen prosesləri bu mövzuda öyrənəcəyik. Ümumiyyətlə, gəlin görək Azərbaycan harda yerləşir? Azərbaycan ümumiyyətlə Cənubi Qafqaz regionunda Avropa ilə Asiyanın qovuşduğu sahədə yerləşir və bu böyük əhəmiyyətli zonada yerləşir. Və bu Azərbaycan bir neçə ölkə ilə sərhəd təşkil edir. Məsələn, şimaldan Rusiya ilə biz görürük. Bax, Rusiya ilə sərhəddə var. Şimal-qərbdən Gürcüstanla, qərbdən Ermənistanla, cənub-qərbdən Türkiyə ilə, cənubdan isə İranla, şərqi isə Xəzər dənizi sahillərində yerləşir. Yəni bu Azərbaycan ərazisi də ümumilikdə Afrika ilə, daha doğrusu Ərəbistan tavası ilə Şərqi Avropa tavalarının toqquşmasıdır. Yəni Avrasiya tavasının toqquşmasıdır. Sahəsi 86,6 min kvadrat kilometrdir. İndi Rusiya ilə fikir verək. Sərhədimizin uzunluğu təqribən 391 kilometrdir və Rusiya ilə sərhəddə yerləşən obyektlərimizdən məsələn Samur çayı, Sudur silsiləsi, Baş Qafqaz silsiləsi Rusiya ilə sərhəddə yerləşən əsas obyektlərimizdəndir. Rusiya ilə hansı rayonlarımız sərhəddi təşkil edir? Məsələn, Xaçmaz rayonudur, Qusar rayonudur, buradan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən. Hətta Zaqatala, Balakən və Qax rayonları iki xarici ölkəyə çıxışı var. Sonra Gürcüstanla sərhədimiz var. Gürcüstanla sərhədimizə əsasən uzunluğu 471 kilometrdir. Burada Mazımçay, Qanıqçay, Qabbarı çayları, Ceyrançöl, Acınoğur ümumiyyətlə düzənliyi, Çobandağ, Candargöl və Qarayazı düzünün bir hissəsi bu Gürcüstanla sərhəddə yerləşən obyektlərə düşür. Və hansı rayonlarımız bu sərhəddə belə deyək yerləşir? Balakən rayonu, Zaqatala, Qax, Samux, Tovuz, Ağstafa və Qazax ümumiyyətlə rayonu Gürcüstanla sərhəddə yerləşir. Sonra qərb istiqamətində Ermənistanla 1007 kilometrlik bir belə deyək sərhəddimiz var. Ermənistanla sərhəddimizdə yerləşən obyektlərdən Vorqoz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası Ermənistanla sərhəddə yerləşir. Yazı yaylası, Zəngəzur və Dərələyi silsilələri də Ermənistanla bizim belə deyək sərhəddimizi təşkil edir. Sonra bunlardan hansı rayonlarımız belə deyək burada yerləşir? Deməli, biz burada qeyd edəcəyik Qazax rayonu, Ağstafa rayonu bu hissədən Ermənistanla sərhəddədir. Tovuz rayonu, Gədəbəy rayonu, Gədəbəydə Ermənistan anklavı var. Sonra Daşkəsən rayonu, Kəlbəcər rayonu, Laçın rayonu, bax bu ərazidədir. Yəni Ermənistanla sərhəddimizi təşkil edir. Sərhəddə yerləşir. Sonra Qubadlı, Zəngilan, Ordubad, Culfa, Zəngilan həm belə deyək İranla, həm də Ermənistanla, Ordubaddır, Culfadır. Sonra Şahbuz, Babək rayonu həm İranla, həm Ermənistanla, Şərurdur, Sədərəkdir bunlar. Sədərək hətta 3 ölkə ilə Ermənistan, İran və Türkiyə ilə sərhəddi təşkil edir. Sonra Türkiyə ilə 13, bəzi mənbələrdə 15 kilometrlik bir sərhədin olduğu qeyd olunur. Burada əslən Araz çayı boyu cənub hissədə 765 kilometrlik belə deyək məsafədə sərhəddə yerləşir. Ümumiyyətlə İranla bizim sərhədimizin uzunluğu 765 kilometrdir və burada da Araz çayı əsas yerləşir və buradan biz qeyd edə bilərik ki, İranla Sədərək həm Ermənistan, həm Türkiyə, həm İranla sərhəddə, Şərur deməli rayonu İran və belə deyək Ermənistan, Kəngərli, Babək, Culfa və Ordubad rayonları həm İran, həm Ermənistan, Kəngərlidən sonra Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik və Astara rayonları da İranla sərhəddə yerləşən rayonlarımızdan hesab olunur. Burada da fikir verin, bunların obyektlərdə Türkiyədə Sədərək, Araz çayı, Muğan düzü, Bolqarçay, Talış dağları və Astara çayı da bunlarda sərhədimizdə yerləşir. Bir də Xəzər dənizi ilə bizim belə deyək
sahil xəttləri var. Bu da 825 kilometrdir. Burada Şollar düzü, yəni Şollar düzü ovalığı, Samur Dəvəçi ovalığı, Abşeron yarımadası ümumiyyətlə Xəzər sahilində yerləşir. Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, Lənkəran ovalığı burada yerləşən əsas obyektlərdən biridir. Və burada rayonlarımızdan Xaçmazın Xəzərə çıxışı var. Şabranın, Siyəzənin, Xızının, Sumqayıtın, Bakının, Salyan, Neftçala, Masallı, Lənkəran və Astara rayonlarının da Xəzərə çıxışı var. Ümumiyyətlə respublikamızın bölgüsü, hündürlük bölgüsünə biz diqqətlə fikir versək, bunu bilsək, yəni 0 metrə qədər 18% belə deyək, ölkəmiz 0 metrə qədər hündürlüyə malikdir. Yəni mənfi 27 metrdən 0 metrə qədər bu 18% təşkil edir. Sonra 4% 0 metrdən 200 metrə qədərdir. Sonra 31% 200 metrdən 1000 metrə qədərdir. 27% isə 1000 metrdən yuxarıdır. Ümumiyyətlə respublikamızın ən hündür nöqtəsi Bazardüzü zirvəsidir. 4466 metrdir. O ən belə deyək də alçaq nöqtəsi isə -27 metr Xəzər dənizidir. Xəzər sahilidir, yəni Xəzər dənizi sahilidir, -27 metr. İndi isə biz belə deyək, silsilələri biz bilməliyik. Böyük Qafqaz zirvələri var, Kiçik Qafqazın əsas zirvələri var. Sonra burada deməli Naxçıvanda Zəngəzur dərələri silsiləsinin zirvələri var. Bir də Talış dağlarının zirvələri var. Bunları biz çalışaq ki, öyrənək. Bax, məsələn, burada Baş Qafqaz silsiləsinin ən hündür nöqtəsi Bazardüzüdür. Bazardüzü Baş Qafqaz silsiləsindədir. 4466 metr. Sonra yan silsilədə Şahdağ silsiləsi 4243. Sonra belə deyək də burada yerləşən Bazar yurdu var. Bu da 4100 belə deyək 26 metrdir. Bu da Baş Qafqaz silsiləsində yerləşən hündürlükdür. Sonra Tufandağ 4191 metr, Bazar yurdu 4126 metr, Yarıdağ 4116 metr. Bax, bunların hər birini biz bilməliyik. Çingiz Mustafayev 4063 metr. Sonra Raqdan 4020 metr, Heydər zirvəsi 3755 metr, Babadağ 3629 metr, Qaraburqa 3471 metr, Salafat aşımı 2915 metr, Dübrar 2205 metr. Bax, bunları biz bilməliyik. Ümumiyyətlə, Böyük Qafqaz dağları Tinovros zirvəsindən başlayır ta ki 1500 kilometrə qədər şərqə doğru alçaqlığı, hündürlüyü alçalır və Türkmənistana qədər gedib çıxır. Və burada Baş Qafqaz su harici ilə yanaşı yan silsilə olur. Məsələn, ən aşağı hissələrdə Dübrar silsiləsində artıq belə deyək də bu proses yavaş-yavaş azalır. Ümumiyyətlə Kiçik Qafqaz dağlarında da belə deyək, nisbətən Böyük Qafqaza nisbətən az parçalanmışdır. Bir də burada Böyük Qafqaz dağlarında Zəfər zirvəsi var. Bazardüzü ətrafında. Bu da 4301 metr hündürlüyə malikdir bu zirvə. Bunu da biz qeyd etməliyik. Sonra Kiçik Qafqaz dağlarında hansı silsilələri var? Məsələn, Kiçik Qafqaz dağlarına aid olan Zəngəzur silsiləsi var. Murovdağ, Qarabağ vulkanik yaylası, Qarabağ sıra dağları, bir də Dərələyəz silsiləsi var. Zəngəzur silsiləsinə nəzər salsaq, burada Qapıçıq 3904, Qazanköldə 3829 metr burada yerləşir. Sonra burada Biçənək aşımı var, 2346 metr buradadır. Sonra Dərələyəz silsiləsində Kükü dağıdır, 3120 metr. Sonra Murovdağ silsiləsində deməli Qamışda 3724 metr. Ondan sonra burada biz deyəcəyik Hinaldağ, sonra Kəpəz dağı 3066 metr, Qoşqar dağı 3361 metr, Ömər aşımı 3261 metr. Sonra Hinaldağı dedik 3367 metr. Bax, bunlar yerləşir əsasən. Sonra Qarabağ vulkanik yaylasında deməli Dəli dağ ən hündür zirvəsidir, 3616 metr. Sonra burada Böyük İşıqlı 3550, Qızılboğaz 3581 metr, bir də Gəlinqaya 3335 metr, belə deyib, Qarabağ vulkanik yaylasında yerləşir. Böyük Kirs
dağı da Qarabağ silsiləsində yerləşən dağlardır. Qarabağ silsiləsində və bu dağda ümumiyyətlə yerləşir. Böyük Qarabağ Dağlıq silsiləsində yerləşir. İndi biz burada fikir versək, bu qeyd etdiyimiz hissələrdə əsasən baxın Murovdağ silsiləsi, sonra hətta Kiçik Qafqazda məsələn Şahdağ silsiləsi də var. Şahdağ dağı burada yerləşir. Yan silsilənin zirvəsidir. Şahdağ silsiləsi də budur. 3316 metr. Bu da ümumiyyətlə Kiçik Qafqazda yerləşən ərazilərdir. Sonra gəldik biz buradan deməli Talış dağları. Burada bura var. Peştəsər və Talış silsilələri yerləşir. Talışın da ən hündür nöqtələri 2493 Kömürköy, 2433 Qızyurdu belə deyək üstünlük təşkil eləyir. Bu oldu Azərbaycan endogen relyef formaları, yəni əsas bilməli olacağınız hissələr bunlardan ibarətdir. Bir də ki, Azərbaycan eksogen mənşəli relyef formaları var. Eksogen mənşəli relyef formalarında Azərbaycanda məsələn abrazyon relyef formaları, arid dendasyon, gətirmə konusları, bir də buzlaq relyef formaları var. Bu 3-4 əsas kateqoriyanı bilməliyik. Abrazyon relyef formaları, yəni belə deyək, Xəzər dənizinə çıxışı olan bütün düzənliklərdə bu abrazyon relyef formalarıdır. Biz eksogen relyef formaları keçəndə dedik ki, abrazyon relyef formaları əsasən sahillərin yaratdığı, yəni dalğaların, ondan sonra dənizlərin sahillərdə yaratdığı relyef formalarıdır. Deməli, abrazyona hansı ovalıqlar aiddir? Bax, fikir verək. Burada məsələn Samur Dəvəçi, Şollar, Yaşma, Cənub-Şərqi Şirvan, Salyan, Lənkəran ovalıqları əsasən abrazyon relyef formaları üstünlük təşkil edir. Sonra arid dendasyon relyef formaları var. Quraq relyef forması bu 3 regiondadır. Ceyrançöl Acınoxurda, sonra Qobustanda, bir də ki Naxçıvanda, Naxçıvan ərazisində əsasən bu relyef formaları üstünlük təşkil edir. Sonra gətirmə konuslar dağdan düzənliyə qovuşduğu sahələrdə, yəni çayın akkumulyativ prosesi, yaradıcı belə deyək fəaliyyəti nəticəsində yaranır. Bunlar hardadır? Qanıq Əyri çayda, Şirvan düzündə, sonra Qarabağ düzü, Gəncə, Qazax. Bax, bu ərazilərdə əsasən üstünlük təşkil edir. Sonra eksarasiya buzlaq relyef formaları isə əsasən buzlaqların olduğu hündür dağlıq zirvələrdədir. Məsələn, Böyük Qafqaz dağlıq yüksək dağlıq hissələrində, Kiçik Qafqazın yüksək dağlıq hissələrində bu relyef formalarına rast gəlinir. İndi biz burada bəzi hissələrə diqqət edək. Burada qeyd etdiyimiz silsilələrdən də başqa Böyük Qafqazda baxın, fikir verin. Acınoxurun şimalında Daşüt silsiləsi, cənubunda Xocaşen silsiləsi, Ceyrançöldə Palantökən silsiləsi. Bax, bunlara diqqət edirik. Böyük Qafqaz belə deyək dağlıq ərazilərində Qovudağ, Niyaldağ, Ləngəbiz, Ələt. Bax, bu ardıcıllığı biz yadımızda saxlamalıyıq. Bununla aşağıda isə Qaraməryəm silsiləsi də belə deyək tirəsi də burada yerləşir. Bununla yanaşı Kiçik Qafqazda da əsasən qərb hissəsində Moroğuz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, bax burada Qarabağ vulkanik yaylası buradadır. Bax bunlardır. Düzənliklərimizə baxsaq, əsasən Böyük Qafqazda Qanıq Əyri çay vadisi, yəni düzənliyi, Qusar Maili düzənliyi, Samur Dəvəçi, Şollar, Yaşma, sonra bax bunlar əsasən Qobustan, Abşeron, bunlar əsasən Böyük Qafqazın əsas düzənlikləridir. Bəs Kiçik Qafqazda məsələn burada olacaq Qarayazı, Gəncə Qazax düzü, sonra burada əsasən Qarabağ düzü, sonra burada Yazı yaylası, bunlar əsasən bu ərazilərdə yerləşir. Qarabağ vulkanik yaylası bu ərazidə yerləşir. Sonra Naxçıvanda Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzləri bu ərazilərdə yerləşir. Bunu şərqdən qərbə, qərbdən şərqə doğru düzməyi və əzbərləməyi öyrənin. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzləridir. Bu deməli aşağı Araz boyu düzənliklərində əsasən Gəyən, İncə, Hərəmi düzləri burada yerləşir. Orta Araz boyunda da bunlar yerləşirdi. Kür Araz hövzəsinə aid olan məsələn Şirvan düzü, Mir düzü, sonra Muğan düzü, Cənub-Şərqi Şirvan, Salyan, bax bunlardır. Əsasən Kür ətrafında olanlar da daha çox allüvial çöküntülərlə də belə deyək yaranan düzənliklərdir.
Şərq hissəsində isə əsasən Xəzər dənizi sahilə çıxanlar isə abrazyon düzənlikləri də qeyd etmək olar. Sonra deməli cənubda isə əsasən Taş dağları ətəklərində isə Xəzər sahillərində Lənkəran ovalığı da burada yerləşən düzənliklərdən hesab olunur.